Bu məhsulun görürsünüz də arxa hissəsində belə yazılar var. Orada kodlar var. Y150 yazılan var, 250 yazılan var. Yox, baxmıram. Amma bəziləri var ki, onlar xərçəngə də səbəb olur. Bilirsiniz bunu? Onu bilmirdim. Məhsul alanda fikir verirsiniz bu rəqəmlərə? Yox. Əslində hamısının bir mənası var. Mən fikir vermirəm. Yox, onları yox, bilmirəm. Məlumatınız yox. Yox. Aldığımız məhsulların üzərində kodlar yazılıb. Məsələn, burada Y412 yazısı var. Hər kodun isə öz mənası var. Bəzisi rəngləndirici, bəzisi həcm verici, bəzisi isə durulaşdırıcı funksiyasını daşıyır. Qida üzrə ekspertlər deyir ki, istisna rəqəmlər var ki, o rəqəmlər olan məhsulları qəbul etmək hətta xərçəng xəstəliyinə səbəb olur. Kodların mənası nədir? Bizə hansı mesajları verir? Sujet boyu bunu araşdıracağıq. Ekspertlər deyir ki, kodlar Avropa Birliyinin qidalara verdiyi kod sisteminin başlanğıcıdır. Şifrələrin 100-dən 1500-ə qədər davam etməsinə baxmayaraq, hamısı zərərli hesab edilmir. Amma sintetik mənşəli olan qida əlavələri var ki, bəzi ölkələrdə istifadəsi qadağan edilib. Y102 şəklində süni sarı rəng verən və yaxud da portağal rəngin sarısını verən Sunset Yellow adı ilə də tanınır, 110-dur. Daha çox kanserogen təsirə malik olan natrium nitrit, natrium nitrat var ki, bunlar da Y250, 251 kodu ilə tanınır. Daha çox istifadə olunduqda orqanizmdə xərçəng yaratma riskinə görə daha yüksəkdir və sintetik mənşəli Y621 var ki, bugün günümüzün bəlasıdır, monosodium glutamat kimi tanınır. Bu da bəzən Çin duzu adı ilə tanınır. Ona görə ümumiyyətlə məhsulları alarkən onların üzərində Y kodları araşdırdıqda mütləq şəkildə onların mənşəyinə diqqət etmək lazımdır. Həm qida maddələrinin tərkibində dəyişiklik törədirlər, həm kimyəvi qatqılar olduğuna görə orqanizmdə onkoloji xəstəliklər də daxil olmaqla bir sıra xəstəlik təhlükəsi yarada bilirlər. Ona görə də bu cür qida maddələrinin, məhsullarının azyaşlılara və yeniyetmələrə davamlı şəkildə və uzun müddət verilməsi məqsədə müvafiq hesab olunmur. Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, qidalara qatılan əlavələrin normaları adı çəkilən qurumun 42 saylı kollegiya qərarı ilə tənzimlənir. Qərara əsasən yalnız uşaq qidalarında əlavə qatqıya icazə verilmir. Digər məhsullarda isə norma həddi gözlənilir.